Ümumiyyətlə o kişilər kimlər вот это вот bütün qadınlara qarşı nifrət var, hansısa вот это вот qorxu var, qadınlardan qorxurlar, hansısa komplekslər və s. Ну вот çox güman ki, orada da ən böyük problem elə ordadır. Normalda əgər kişinin cinsiyyət orqanı ilə hər şey yaxşıdır, əgər kişinin qadınlarla bir sorunları yoxdur, əgər o öz dəyərini bilirsə, biz hiss edə bilərik ki, o özgüvənlidir, o nəyəsə nail olur, o danışanda qadınları tam söymür, onun tam hansısa problemləri qadınlarla yoxdur. Belə biz diqqət edə bilərik. Poэтому qızlar, sonuç. Ölçünün fərqi varmı? No, bəli, əlbəttə ki, var. Amma bu o demək deyil ki, ölçü balacadırsa, bunu aparıb tullamaq lazımdır, ya da ki, ortadırsa aparıb tullamaq lazımdır, ya da ki, böyükdürsə aparıb tullamaq lazımdır. Xeyr, biz ilk növbədə özümüzə diqqət yetirməliyik. Öz vaginamızda gözəl, sıx əzəllər yaratmalıyıq ki, hər ölçüdə cinsi orqan biz əslində hiss edə bilək.